Hər birini salamlayıram, mən Ülvi Ağayev. Bugün sizinlə bir yerdə fizika 20 sınaq 1-ci qrupu üzrə olanın kitabı çıxdı. Artıq biz də artıq bunun izahlarını başlayırıq. 1-ci sınaqdan başlayırıq izah eləməyə. İnşallah digərlərini daha sürətdən atmağa çalışırıq. YouTube kanalımıza abunə olmayı unutmayın. Ən birinci sualdan başlayaq. Sükunət vəziyyətindən hərəkətə başlayan velosipedçi düz xətti bərabər yerləşən hərəkət edərkən 120 metr məsafə qət edir. Sərf olunan zaman ikinci yarısında gedilən yolu hesablayın. Əgər bir cisim sükunət vəziyyətindən bərabər yerləşən hərəkətə başlayırsa, onun getdiyi hər saniyə getdiyi yol, məsələn deyirəm x, 3x, 5x, 7x və bu nisbəti davam edir. Və bu səbəblə 2 saniyə demirmi? 2 saniyədə ümumi 4x edəcək. 4x məsafəni bərabər olacaq 120-yə. X tapılacaq buradan 30 metr və buradan da bizə 3x lazımdır. O da gələcək 90 metr. Daha sonra avtomobilin spidometrin göstərişini əsasən onun sürətini hesablayın. Baxaq, indi spidometri fikir verirsinizsə 60-dan 80 arasında bir yerdədir. Əlbəttə ki, hər bölgün qiymətini bilək də. Bir bölgün qiyməti bərabərdir. Məsələn, burada 60-dan 80-ə 20-dir. Məsələn, 80-dən 60-a çıxırıq. Arada olan bölgələri sayına baxırıq. 1, 2, 3, 4. 4 dənə var deyəsən. 4-ə bölürük. Bu da 5. Deməli, ikinci bölgüdə və 70 neçədə olmalıdır? 70-dən sonra 70 plus minus olmalıdır. Əlbəttə, plus minus nədir? Burada olan xətadır. Bir bölgünün qiymətinin yarısı mütləq xətadır. Bir bölgü 5-dir, yarısı 2-dir. Cavabımız eləyir 2,5. Deməli, 70 plus minus 2,5. Şu vahidi kilometr bölünsün saat. Davam edək 3 nömrəli suallar. Cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə yarımçevrə üzrə hərəkət edərək C nöqtəsindən gedib bütün yola 50 saniyə vaxt sərf edərsə, cismin yola və yerləşmə görə orta sürətini tapır. İkinci, baxaq ki, bu cisim nə qədər yol eləyib və nə qədər yerləşməyib. Birinci, nə eləyib? A-dan B-yə gəlib. Mən bunu daha rəngindəsin, daha fərqli var. Rəngində isə yaxşı olar. Məsələn, bir qırmızı rəng eləyib. A-dan B-yə gəlib. Sonra yarım çevrə B-dən C gəlib. Demək, belə çıxır ki, S1 deyək, olacaq 300 metr. Bir də yarım çevrə. O da pi-yer eləyir də. Daha sonra 300 pi3 radiusumuz 50. Buradan belə başa düşülür ki, bu cisim 450 metr yol gedib. En azından yol gedib. Və V1 olacaq. S1 bölünsün T. Bu da tapılacaq. 450-nin 50 saniyə olan nisbəti. Bu da eləyəcək 9 metr bölünsün saniyə. Və başa düşdük ki, cisim yola görə orta sürəti 9 metr bölünsün saniyədir. Bir də yerdəyişmə. Yerdəyişmə SX-dir və nə qədər eləyib? A-dan C gəlib və bu düz xətdir. Buram yəni təmizləsə daha yaxşı olar. Nə edib? A'dan gəlib C-yə. A'dan C-yə nə qədərdir? Burada bir radius var, burada bir radius var. Əlbəttə ki, burada 300 metrdir. İndi bunları əlbəttə ki, toplayacağıq. SX olacaq. %300 üzərinə gəlsin 2 dənə radiusunda bir də 50-dir. Deməli, üstünə 100 eləyəcəyik. Buradan da cavab edəcək. Bunu biraz qalınlaşdırmayaq. 400. Buradan başa düşdük ki, yerləşmə 400-dür. Deməli, V2 tapsaq, o da olacaq 400 bölünsün, yəni yerləşmə bölünsün 50 saniyə. Bu da eləyəcək 8. Cavabımız eləyəcək 9 V1-dir, 8 də V2-dir. 4 nömrə sualını davam edək. İki cisim T0 anında qarşı-qarşı düz xəttə bərabər sürətlə hərəkət başlayır. Görüşənə qədər, görüşən kimi birinci cismin nə qədər yol gedir. İndi fikir verirsə, qarşı-qarşı hərəkət edirsə, bunların sürətlə toplanacaq nisbi sürətdən söhbət edir də. V2 1, yəni olacaq 20 plus 10, 30 metr bölünsün saniyə. Ümumi sürət 30-dur və nə qədər məsafə ediblər? 1200 də. S 1200-dür. Bizdən burada soruşan nədir? Birinci cismin nə qədər yol gedib. Baxaq, birinci zaman tapırız. T bərabər olacaq. S bölünsün V. 1200 30
Deməli 40 saniyə. 40 saniyə əşit edib 40 saniyəyə bu birinci cisim nə deyilir? Onu S1-ni göstərəcəyik. V1 vurulsun T eyni T-dir əlbəttə ki. Onun üçün fərqli bir işarəlama metodundan istifadə etmədim. Mən hərçisini T kimi göstərdim. İndi V1-imiz 10'dur. 40 saniyəyə vururuq. Cavab eləyir 400 metr. 5 nömrəli sualdan davam edirik. Başlanğıc anında eyni nöqtədə, eyni koordinatlar. Deməli belə çıxır ki, x0'lar bərabərdir. Məsələn, x0 1 bərabərdir x0 2-yə. Onda məsələn, hər yerdən x0-ını göstərdik. Buna deyir ki, bərabərdir. Ona deyir ki, birinci cismin dayandığı anda cisimlər arasında olan məsafəni tapaq. Məsafə koordinatdan çıxması, əlbəttə biz bir x1-dən x2-ni çıxarırıq. Çünki nefçi verirsinizsə, birincinin sürəti müəyyən qədər ona yuxarı olduğu üçün o daha çox yerləşməyib, yəni daha qabağa getməsi mümkündür. Və yaxud da məsələn deyirəm də, bir böyüdən balığa çıxmaq yerə məsələn deyirəm də, axırda balığımız -5. Əlbəttə məsafə mənfi olanmaz. Sadəcə orada biz balıqdan böyün çıxmışıq da. Onun cavabımız mənfi alındı. Cavabı məsələn deyirəm, normalda məsələn 5 götürəcəyik. İndi baxaq, burada bunu hesablamaq üçün də koordinatlar bərabər olduğundan hər birinin üstünə məsələn x0 plus s1-dir. Əlbəttə s(x1)dir, yəni yerləşmədir. Çıxılsın x0 plus hərçinin başının koordinat eyni olduğundan onları ayrı-ayrı göstərmədim də. İndi bunlar çıxılsa qalacaq s1 çıxılsın s2. Demək belə çıxır ki, biz bunların getdiyi yerləşmələr birinə çıxmaq lazım. Yerləşmədə burada sahə hesablamaqdır. İndi məsələn birincinin sahəsini hesablayaq. Birincinin sahəsi bu nə cəmədir? Birincinin sahəsi baxın burada. Buradan hesablamaq lazımdır. Oranı necə hesablayacağıq? Bunu məsələn ikiyə parça ayıra bilərik. Məsələn buradan buraya ayrı hesablayaq. Burası birdən üçbucaqdır. Tərəfə müşündürlük. Burası da əlbəttə ki 10'dur. Böyle ki, əlbəttə ki birinci buranı hesablayaq. 10 vurulsun 10 bölünsün 2. Burası eləyir 50. Demək buradan bura 50 metrdir. Oradan tapdıq. Bir də onun aşağısını hesablamaq lazımdır əlbəttə ki. Aşağısını bir hesablayaq. Aşağısı da buradır. Gəl bir də buranı hesablayaq. Burası da buradan bura 10'dur, buradan bura 15'dir. Əlbəttə bizə bu paralelogram olduğu üçün bu paralel, içən paralel xətt. İçən paralel xətt oldu. Burada bir dənə paralelogram alındı. Paralelogram deyirəm, bax, yəni trapeziya. İki tərəfi paraleldir, bir tərəfi paraleldir. İndi paralelogram yox, açdım. Trapeziya. Trapeziyanın biri oturacağı 10'dur, biri oturacağı 15'dir. Bölünsün 2'ye vurulsun 10'a. Burası 10'dur. Vurulsun 10. Bunu hesablananda edilir 125. Deməli, ümumi toplayanda 175 metr birincisi yerləşməli. İndi ikincisini hesablayaq. Birincisini hesabladık. Yazar bura. S1'i hesabladı. 175 sıxılsın. S-in də tapa birinci. Daha sonra. Bir də S2 nədir? S2 burada sahəsi. Buradan bura 15'dir, buradan bura 10'dur. Bura düzbucaqlı olduğundan sahəsi 15 vurulsun 10 bölünsün 2 yox, 2 yoxdur burada. Bu deyir 150. 150 metr. Deməli tapdıq ki, o biri 150 metrdir. Çıxanda 150 metr cavab edir 125 metr. Cavabımız da A variantı. Davam edir 6 nömrə sualı. 6 nömrə sualı deyir ki, x oxu boyunca hərəkət edən cisimlər üçün Ellerbein diaqramını dolduraq. Cisim bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edən cismin qrafiki ikinciyə aiddir. Bərabər yenilikən hərəkət edir. Bu birinciyə aiddir. Onun grafikidir. Koordinatın zamanı asılılığı xətti asılır. SX-in qrafiki necədirsə, eyni şəkildə x0'ın qrafiki də eyni formadadır. Sadəcə bir dənə x0 qiymət qədər fərq edir. Yuxarı və yaxud da aşağı gedə bilir qrafik. Xətti asılır buradır. Sürət zamanı xətti asılır. O bərabər yenilikən hərəkətdədir. X oxun əksi istiqamətdə hərəkət edir. Hər fikir verirsinizsə aşağı doğru gedir də. X mənfidir. Hansı ifadələr doğrudur? Verilmiş yol düzlüyü çevrələr bərabər sürətlə dövr edən maddi nöqtənin mərkəzə qasma təzildir. Xətti sürətlə düz mütənasib. İndi baxaq. Burada mərkəzə qasma təzilini soruşur. İndi baxaq da A bərabərdir.
Mesela V kvadrat bölünsün R yazsaq, söhbət var vermiş olası nedir? Düz mütənasibdirmi? Xeyr, düz mütənasib deyil. Kvadratik mütənasibdir. Burada bu deyil. Dövlətmə periodunun kvadratı ilə tərs mütənasibdir. Mərsəq asma tərzdən söhbətdir. 4 pi kvadratı R bölünsün T kvadratı. Fikir verdiyiniz kimi kvadratik tərs mütənasibdir. Bu düzdür. Dövlətmə tezliyi ilə kvadratik tərs mütənasibdir. Kvadratik tərs mütənasibdir. A-nı yenə düzgün 4 pi kvadratı nu kvadratı vurulsun R. A burada nu ilə tezliyi ilə və yaxud da n-i göstərə bilərik. Kvadratik düz mütənasib. Bu səhvdir. Bucaq sürətinin kvadratı ilə düz mütənasibdir. Baxaq. A-nın bir dənə düstur vardı. Omega kvadratı R. Verilmiş radiusdan söhbətdir. İndi baxaq gördüyünüz kimi bu R sabitdir. A burada omega ilə kvadratik mütənasibdir. Cavab eləyir. 1 və 3 deyil. 2 ilə 4 doğru variantlar zaten 2-4 cavabımız. B variantı. 8 nömrə sualı deyir ki, cisim çevrə üzrə bərabər sürətə hərəkət edən maddi nöqtənin A nöqtəsindən B nöqtəsinin 0,5 cm maddi nöqtənin bucaq sürətini hesablayın. İndi baxaq, A-dan B-yə gəlir, nə qədər bucaq gedir orada? Məsələn, belə deyək də 120 dərəcə. 120 dərəcə gedəndə 0,5 saniyə vaxt xərcləyir. 360 dərəcənin getsin olardı. A-dan tərəzdən A-ya qayıtsaydı, məsələn deyirəm də. Bu olardı period. İndi bu da düz mütənasibdir də. Bu 3 dəfə artıb. Deməli, belə çıxır ki, bu da 3 dəfə artmalıdır da. Deməli, period bərabər olacaq 0,5 vurulsun 3-ə, o da eləyəcək 1,5 saniyə. Period tapdıq, omega bərabərdir. 2 pi bölünsün T düsturunu hesablayacaq. 2 pi buradan da bir də onu da zamana bölsək, periodumuza daha doğrusu 1,5-ə cavabımız eləyəcək 4 radian bölünsün saniyə. Cavabımız Y variantında var. Davam edək 9 nömrə sualdan. Davam edirik 9 nömrə sualdan. 9. Deyir ki, 1 və 2 cisimləri sürətlərin zamanı asılı qrafiklər verilmişdir. Eyni qüvvənin təsiri ilə deyir hatta. Cisimlərin kütlələrin nisbətini tapar. İndi deyir ki, F1 bərabərdir F2-yə. Hər bir yerinə M1 A1 M2 A2 yazsaq, buradan M1 bölünsün M2 nisbəti tapılır. A2 bölünsün A1 nisbəti. Yəni ikincinin təcili bölünsün birincisinin təcili. Təcil ki verirsinizsə, məsələn deyirəm də, buradan rahat görmə olar bir də hesablamadan. 0-dan 4-ə artırıb 4 saniyəyə. 4 artırdığı üçün artırıb demək bu müsbətdir. 0-dan 4-ə artırıb hər 4 saniyə. Deməli belə çıxır ki, A1-in təcili, ikincinin təcili 1-dir. Və yaxud da bir dəfə düstur. A2 bərabərdir. V çıxılsın V0 bölünsün T düsturundan. Sürət axırı 4 olub, əvvəldə 0, 4 saniyəyə 1-dir. Vahidi metr bölünsün saniyenin kvadratı. A1 də hesablasaq eyni formada. V çıx V0 böl T. Sürət sonu 8-dir, əvvəl 16-dır. Və bizdən neçə saniyə? 4 saniyə bunun bu qədər hərəkət oldu da. Bu eləyir mənfi 2. Əlbəttə bizdən burada soruşulan kütlələrin nisbət tapılır. Qısaca burada belə deyək də ki verirsinizsə burada əlbəttə mənfidir də. Bu mənfi istiqamət bildirir. Bunu yazmırıq bura. Çünki yazsaq kütlələr birində mənfi alınacaq. Kütlələr necə mənfi olunsun? Yəni biri necə belə çıxır ki, biri biri müsbət alandır, biri mənfi olsun. Bu da məntiqsiz olur. Burada tərs yazdıq. Yuxarıda 1, aşağıda 2. Cavab eləyir 1 bölünsün 2. Bu da yazmırıq da elə. Cavabımız eləyir C variantı. 10. Üfüqi müstəvidə M bərabər 43 dərəcə cisim şəkildəki istiqamətdə F bərabər 100 Newton qüvvənin tərsi hərəkət edir. Cisimə tərsinə reaksiya qüvvəsini hesablayın. İndi baxın, reaksiya qüvvəsini hesablamaq üçün cisimə şaquli istiqamətdə tərsidən qüvvələr göstərmək lazımdır. Aşağı doğru mg, yuxarı doğru F'in y proyeksiyası, əlbəttə bunun x oxunucunun proyeksiyası da var idi. Bir də dayağın reaksiya qüvvəsi. Əlbəttə dayağın reaksiyası burada olur. Mən onu tam göstərə bilmirəm də, belə göstərdim. Və bu tarazlıqda da bu istiqamətdə hərəkət edəmək, sadəcə belə istiqamətdə hərəkət edir. Üfüqi müstəvidə deyir, hərəkət edir. İndi baxaq. Yuxarı doğru F-y-dən n, dayağın reaksiya qüvvəsi bərabər olmalıdır mg. Niyə? Çünki Newtonun birinci qanununa əsasən Newton deyir ki, cisimə təsir edən qüvvələrin əvəzləci 0 olanda cisim ya sükunətdə qalır və yaxud da düz xətli bərabər sürətdə hərəkət edir. İndi bu cisim bu istiqamətdə hərəkət eləmir də, yəni hərəkət yoxdur.
Ona belə çıxır ki, cismə həmin istiqamətdə təsirlə qüvvələr tarazlaşmalıdır. Yuxarı doğru F diqlə N, aşağı MC. Buradan N tapsaq olur. MC çıxılsın FY. Hesablayaq. İndi hesablamaq deyən yerdə burada bərabərdir. MC F'in yerinə də F vurulsun. Təsir elədiyi bucağın həmin o bucaq var burada. Bu alfa bucağın sinusu. Lap yaxşı hesablayaq indi. İndi hesabla bilərik. 40 vurulsun 10. Çıxılsın. Burada 100 vurulsun. Sinus alfa 0,8. Burası 400 eləyir. Çıxılsın 80 Newton. Bu da eləyir 320 Newton. Cavabımız D variantında var. Üfüqi hormon müstəvidə yük ilə birlikdə kütlələri M1 bərabərli 3 kiloqram və M2 bərabərli 1 kiloqram olan arabacıqlar sıxılmış və sapla bağlanmış yağ ilə birləşdirilmişdir. Sapı kəsdikdə arabacıqlar tərsil edən və alıqlar təcilləri münasib göstərir. İndi baxın, bunlar bir-birinə burada bağlanıblar. Bu yağ ilə bağlanıblarsa, belə deyək də, bu olur bizim üçün qarşılıqlı təsir. Buraxdıqdan sonra da bunlar arasında qüvvə bərabər olmalıdır. Bu birinci qayda. Daha sonra deyirik ki, bu qarşılıqlı təsirə bir dənə qayda var. Bu qaydanı bilsə çox yaxşı olar. Cismin təcili, cismin sürəti, cismin kinetik enerjisi, kinetik, cismin sürəti. Üçü bir-birinə düz mütənasibdir. Üçü də kütlə ilə tərs mütənasibdir. Bu bir qaydadır, münasibəsi yaxşı olar. Və həmin vaxtı cisimlərin impulsları bərabər olur bir-birinin əksi istiqamətdə qiymətlə bərabərdir. Sadəcə istiqamət əksi, eyni şəkildə qüvvələr də elədir. Bunu bir qayda kimi bilsək, bu sualı çox tezdən cavablaya bilərik. Buranı təmizləyək. Dedik ki, M1 3 kiloqramdır, M2 1 kiloqramdır. İndi bizdən A1 A2 soruşur da, birinci deyək. M1-i M2-yə bölsək, A2-ni A1-ə bölmək lazım olduğunu bildik. Çünki dedik axı, tərs mütənasibdir. M1 3-dür, 3 kiloqramdır. M2 1 kiloqramdır. A2 A1 olduğu kimi qalsın. Buradan tapırıq ki, A2 bərabərdir 3A1. Qüvvələr bir-birinə bərabərdir. A2 də bərabərdir 3A1-ə. 13 nömrəli sualda üzücü çayın bir sahilindən K nöqtəsindən digər sahilinə N nöqtəsinə 6 saniyə üzür. Çayın axın sürəti V1 bərabərdir 2 metr bölünsün saniyə. Üzücünün sürən əzələn sürəti V2 bərabərdir 5 metr bölünsün saniyə. M məsafəsini 12 metr olarsa çayın eni tapın. Çayın eni budur. LM məsafəsi budur. İndi belədir. Bunun birinci proyeksiyadan ayırmaq lazımdır sürətin. Bu V-nin X oxuyucuna proyeksiyası, bu V-nin Y oxuyucuna proyeksiyası. VY. Və bir dənə qayda vardır. Qayda. Vx kvadratı, Vy kvadratı bərabər olmalıdır. Bu həmin hansı sürəti proyeksiyadan ayırmışıq ya, həmin o sürətin kvadratının bərabər olmalıdır. İndi bizə bu V1-i verir və bu 2. Biz cisim indi buradan eləm həm belə də cisim bu istiqamətə hərəkət edərkən həm sağa, həm sola, həm də yuxarı istiqamət edir də. Yəni cisim K-dan M-ə gəlibsə, bu V həm belə çıxır ki, sola doğru 12 metr gedib. Sürət də bu Vx axı və hətta bu çıxılır həm də burada. V1 ondan çıxılır. İndi bu L-dən M-ə gəlib. Nə qədər məsafədir? S məsafəsi hələl deyək. Bu Vx-dən V1-i çıxaracaq, vuracaq T-yə. Çünki bu sola doğru idi. Bunun X oxucu proyeksiyası soladır. Bunun V çayın sürəti isə sağadır. Çıxılacaq. İndi məsafə. Buradan nə qədərdir? 12-dir. Vx bilmirəm. Çıxılsın 2-yə, vurulsun. Neçə saniyə çatıb? 6 saniyə çatıb da. K-dan hemen. İndi bunu hesablamaq lazımdır. Buradan Vx çıxılsın 2 bərabərdir 2-yə və X bərabərdir 4 metr bölünsün saniyə. Tapdıq ki, Vx 4-dür. İndi bizdən bu gələk burada Vy tapaq da. İndi məsələn, dedik axı Vx kvadrat, Vy kvadrat bərabər olmalıdır hansı sürətin kvadratında da. Həmin o sürətin kvadratına. Vx 4-dür kvadrat. Vy bilmirəm, V kvadrat yazmalıyıq. Vy kvadrat bərabər olmalıdır. Bizim sürətimiz özü 5-dir. 5 kvadrat. Vy tapılır buradan. Hesablamaya 3 tapılır da. Metr bölünsün saniyə. İndi biz belə də bu K-dan M-i tapmaq üçün də nə edəcək? Buradan bu istiqamətdə onun sürəti Vy-dir. Vurmalıyıq 6. Bu qədər. Bu qədər sadə. Burada K-dan elə idi səhv eləmirəmsə, baxaq sualtıya.
K'dan elə bərabər olacaq və y vurulsun t. Və y'imiz tapdıq indi burada 3. 6 saniyə cavab eləyir 18 metr bölünsün metrdə bu qədər. Deməli belə çıxır ki, 12 nömrəli sualın cavabı A variantı eləyir. Daha sonra 13 nömrəli sualın izahı belə olar. Yəni deyir ki, birinci cisim 30 metr bölünsün saniyə sürətlə hərəkət edərkən, ikinci cisim isə sükunət vəziyyətindən 10 metr bölünsün saniyə kvadrat təcil ilə hərəkətə başlayır. 4 saniyə sonra ikinci cisminin bir cisminə nəzərin sürətini hesablayın. İndi baxaq da, bu cisim burada olanda V1, burada görüşürlər də, birinci deyək. 4 saniyə sonra deyir ki, bunlar arasında olan, yəni ikinciden birincinin çıxmaq deyir, sürətlər çıxmaq istəyir, nəzərin sürət deyir. Məsələn, 4 saniyə sonra burada oldu, məsələn, təsəvvür eləyək. Birincinin sürəti bu istiqamətdədir, birincinin sürəti ilə 30-dur. Bu təzini ərkidir, sürəti arada bu qədər olacaq, yəni 90 dərəcə olacaq. Bu da V2-dir. İndi təzi 10 isə bu demək ki, hər saniyə sürəti 10-dan artırır. 4 saniyə sürəti 40 artıracaq, 0-dan 40-a, isə 40. İndi aralarında 90 dərəcə, bəli, nəzərin sürəti ilə 2-dən 1 çıxmaq deyir, səhv eləmirəmsə, bəli, V2 çıxılsın V1. İndi mən burada bir də qayda demişdim. V2-dən toplayırıq mənfi V1-i. Bu fikir verirsək, məsələn, müsbət, mənfi vurulanda eyni olacaq. Yəni asılacaq eyni olacaq da, məsələn. Yəni nə deməkdir bu? Sürətin istiqamət dəyişir də burada qısası. Yəni V1 bu sağ istiqamətdə idisə, biz onu götürürük sol istiqamətdə o formada toplayırıq. O formada artıq toplayırıq, çıxmırıq. Götürdük bu istiqamətdə V1. İndi bunu toplamaq asan, arada 90 dərəcə Pifagor teoremindən bunu hesablamaq olar. 40 kvadratı plus 30 kvadratı bərabər olmalıdır. Bizim bu yeni V2 çıxı V2-1'in kvadratına bərabər olacaq. Buradan V2-1'in kvadratı olur 2500. V2-1 oradan tapılır 50. Və burada zaten modulun soruşursun, cavab edəcək müsbət 50. Keçdik 14 nömrəli sual izahına. Deyir ki, düz xəttə hərəkət edən iki cismin sürətləri, bunlar sürətlərinin bu qanunu dəyişir. Müşahidə anında neçə saniyə sonra cisimlərin yerləşmələri bərabər. Yəni yerləşmələr bərabərsə, birinci bunların yerləşmələri düsturunu yazaq. S1 bərabər olacaq. Buradan qısası belə deyək, integral alırıq. Və yaxud da bənəcə deyək də, düstur necə idi? V0t plus AT kvadrat bölünsün 2. A t kvadrat bölünsün 2. İndi V0 8'dir. Vurulsun t plus plus burada minus təzim mənfidir. 2'yə bölsə eləyir 1. 1 də yazılmaz. Eləyir t kvadrat. S2 də bərabər olacaq bu sürətin yenə eyni şeyləri. Məsələn, burada V0 t deyir. V0 nədir? 2. 2 vurulsun t. Da burada plus. Çünki təzim müsbətdir. Təzim 2'yə böləndə təzim burada 4'dür. T'nin qabağının 4'dür. 2 t kvadrat. İndi bunu bərabərləşdiririk və sonra buradan təlimimizi həll edəcəyik. 8 t çıxılsın t kvadrat bərabər olmalıdır 2 t plus 2 t kvadrat. Bərabərləşdiririk 3 t kvadrat çıxılsın 6 t bərabərdir 0, t bərabər olur 2, t bərabər olur 0. Deməli ikinci saniyədə hər şeydə deyir, nə deyir? Deyir ki, neçə saniyə sonra deyir. Müşahidə anında neçə saniyə sonra. Cavab 2 saniyə. O nöqtəsi ətrafında fırlanan çubuğun üzərində A və B nöqtələri hansı fiziki kəmiyyətə qiymətə bərabərdir? Baxaq. Fikir verirsə fərqli radiuslarını söhbət edir də burada. Bir də bunu deyək, eyni məqsəd ətrafında fırlanırsa cisimlər, bunlar üçün nələr bərabərdir? Dövrlərin sayı, tezlik, period, bucaq sürəti. Bunlar bərabərdir. Götürəcək həmin variantları. Periodları, bucaq sürətləri, xətt sürətləri deyil. Bir də məqsəd qaçma təcilləri. Bunlar məqsəd qaçma təcili burada radiusun kvadratının mütənasibdir burada. Çünki hərçisində omega bərabərdir. Təzim düsturu omega kvadrat r-dir. Baxın, burada düz mütənasib olur. Bəli, radiusun düz mütənasib olur. Lap yaxşı. Davam edək. 16 nömrəli sualda. Cismin düz xətt üzərində
düz xətt üzrə bərabər sürətlə hərəkət edərkən 5 saniyə ərzində M-dən N nöqtəsinə gəlir, onun sürəti modunu hesablayır. İndi beləncə deyək, düz xətt kimi gəlirsə, deməli bu düz xəttin uzunluğunu tapayıq da M-dən N-ə qədər olan məsafəni tapmaq lazımdır. Bunu hesablayaq. S bərabər olacaq. S bərabərdir. Kökün içində x-ləri sıxır. X-dən 60 sıxılsın 20. Eləyəcək 40. 40-ın kvadratı plus. Sonra 30-dan 20-ni sıxırıq. Böyüdən bazını sıxırıq da. Bir dəfə də mənfi yaranması. Eləyir 30 kvadratı. Bu da eləyəcək 50 axırda. S 50-dir. Və bizdən sürətin modunu soruşdu. V bərabərdir. S bölünsün T. 50 bölünsün 5 saniyə. O da eləyəcək 10 metr bölünsün saniyə. Cavabımız da 16-da D variantı. Daha sonra 17 nömrəli sualda kütləsi 40 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicinin praksiya zamanı asılı qrafik verilmişdir. T1 bərabərdir 5 saniyə ilə T2 bərabərdir 15 saniyə arasında keçən müddətdə cismin sürətinin dəyişməsinin modulunu tapın. İndi beləncə deyək də biz burada F-də asılı qrafikində məsələn sahə tapsaydı, məsələn deyirəm də, bu vaxt delta P tapa bilərdik. Delta P nə idi? F vurulsun T idi də. Elə deyilmi? Yəni delta P nə idi? P2 sıxılsın P1. Bunun yerinə F vurulsun T. İndi P2 nədir? MV2 sıxılsın MV1 bərabərdir F vurulsun T'yə bu sahədə. Hələ indi buradan V2 M-ləri ortaq çıxarsaq V2 sıxılsın V1 bərabər olacaq F vurulsun T'yə. Buradan biz F deyən bu indi burada V2 sıxılsın V1 bu delta V'dir də. Yəni M delta V bərabər oldu F vurulsun T'yə. Buradan delta V'ni tapsaq olacaq F vurulsun T bölünsün M. F də burada sahədir. Sahə. Sahənin qiyməti bölünsün M ölçüdə böləcək. Belənsə. İndi baxaq. Bizə 5-ci və 15-ci saniyə arasında olan yer desil də. Demək, birinci buranın sahəni tapaq. Buradan bura 5-dən 15 çıxan eləyir. 15-dən 5 çıxan da 10 eləyir. Buradan bura 200 eləyir. Düzbucaqlı deyənə vururuq. Cavabımız burası eləyir 2000. Yuxarı eləyir 2000. Kütlə də 40. Delta V tapıldı. 50 metr bölünsün saniyə. Cavabımız eləyir Y variantı. Newton vurulsun saniyə bölünsün kiloqram metr. Belə. Newton F'dir, bu T'dir, bu M'dir, kütlə. Bu da S'dir. Məsələn, necə eləyə bilər? F vurulsun T. Biraz bunu rahatlı qoyayım. F vurulsun T P'dir. Burada bərabər heç vaxt olmaz. Çünki bu bərabər deyil də. Bu kütlə qalsın. Bu da S-də. Bu P'nin yerinə MV yazmaq olar. Bu M, bu S. Burada qalacaq V bölünsün S. Bu da eləyəcək 1 bölünsün T. Yəni, məsələn, vahidi olacaq 1 bölünsün saniyə. Bu da tezliyin vahididir. Bu da N-də. N, tezlik. Cavabımız eləyəcək fırlama tezliyi. Cavabımız eləyəcək 18-də Y variantı. Çevrəsi bərabər sürətdə dövr edən cismin periyodunu 8 saniyədir. A nöqtəsindən keçdikdən 12 saniyə sonra cismin sürətini və təzinin istiqamətini tapın. İndi baxaq. Biz bunu tapmaq üçün həmişə beləncə bir şey edirik. Birinci yazır periyod bərabərdir T bölünsün N. Həmişə burada N tapırıq birinci. Çünki o eləncə eləsə daha rahat olacaq. Zamanımız 12 saniyədir. Periyodumuz 8 saniyədir. Bu eləcə 1 tam 2-də 1. Bu 1 tam bizə lazım deyil. Çünki belə deyək də, A nöqtəsinə 1 tam dövrəsi təzin gələcək A'ya, bizə lazımdır həmişə onun əgər sürətin dəyişməsini və təzin istiqamət tapmaq istəyiriksə, həmişə bizə lazım bu necə deyək də, bu tam dövrdə. A'dan gəldi, yarım dövr elədi, gəldi buraya. Təcilin istiqaməti olacaq sağa, sürətin istiqaməti yuxarı getdiyində burada aşağı istiqamətdə olacaq. Deməli, aşağı istiqamətdə sürət. Aşağı sürət, sağa təcil, o da eləyəcək B variantında var. Buranı təmizləyək. Daha sonra
F bərabərdir 30 sürtünməsi nəzərə alınmayan sistemdəki F bərabərdir 30 Newton qüvvənin təsiri ilə tarazlıqdadır. F qüvvəsi təsir edilməsi yüklər aldıqlar tərzi hesablayın. İndi baxaq da. Sol tərəfdən F qüvvəsi, bir də bu M1G çəkir. Bu tərəfdən F, bir də M1G. Sağ tərəfdən isə boş MG var da. M2G daha doğrusu. İndi bu 30'dur. Bu 10 M1'dir. J10'dur. M2 4'dür. Vurulsun 10. Yani buradan tapır qısası M1 bərabərdir 1 kiloqramdır. Buradan təzyiq üçün düstur tapırıq. Məsələn F olması necə olacaq? F bərabərdir. Yuxarı kütlələrin fərqi, əlbəttə modulda. Burada kütlələrin cəmi vurulsun J-yə. Yəni kütlələrin fərqi eləyəcək 2. Cəmi eləyəcək biri 4'dür, biri 1'dir, çıxan eləyəcək 3. Biri 4'dür, biri 1'dir, eləyəcək 5, bura eləyəcək 10. Cavab eləyəcək 6 metr bölünsün saniyenin kvadratı. Cavabımız eləyəcək A variantı. Severoza bərabər sürətlə hərəkət edən maddi nöqtə üçün hansı fizik əməliyyatlar asıldır? Baxın. Deyir ki, zamandan asılıdır. Bəli, zamandan asılıdır. Baxın, tezlik heç vaxt dəyişməz. Dönmə bucaq asılıdır. Çünki bəli, delta fi bərabərdir. Bu fi də bir bucaqdır. Omega vurulsun T'dir. Omega konstantdır. O sürətdir. Bucaq sürəti dəyişməz. Fi burada T'dən düz mütənasib. Məsələn, bucaq sürəti daha sonra bucaq sürəti yox, dönmə bucağı. Getdiyi yol bəli o da asılıdır. Zamanda daha nə qədər çox zaman keçsə daha doğrusu o daha çox yol gedəcək. Cavab edəcək 200. Bucaq sürəti deyil, asıldır. 21 C variant. Yenə bura vurdum nədənsə. Çevrələrlə bərabər sürətlə hərəkətdə çevrənin radiusu və xətti sürəti 2 dəfə artırılsa nə olar? Bucaq sürəti. Birinci yazaq V bərabərdir omega vurulsun R. Əgər burada deyir ki R 2 dəfə artsa, sürət 2 dəfə artsa, məsələn bucaq sürəti nə olur? Bucaq sürəti olacaq V bölünsün R. Əgər məsələn deyirəm bu 2 dəfə artarsa, bu da 2 dəfə artarsa, heç dəyişməz. Bət dəyişməzdir, düzdür. Mərkəzi qasımı təcili 2 dəfə azalacaq. Məsələn A bərabərdir V kvadrat bölünsün R. Əgər sürət 2 dəfə artarsa, 4 dəfə artar. Kvadratla mütənasibdir. Əgər 2 dəfə artsa 2 dəfə azalır. Zaten məxrəc olduğu üçün məxrəcə 2 yazır olar. Belə 2. Və bunu deyək də, burada alınan rəqəm, məsələn deyirəm, burada 2-dir. Bu əgər məsələn deyirəm, 1-dən böyükdürsə, artıb deməkdir, 1-dən balaca azalım deməkdir. İndi fikir verirsinizsə, bu 2-dir, 1-dən böyükdür və belə çıxır ki, artıb, bu azalıb deyir. Dövlətmə tezliyi 2 dəfə artar. Xeyr, dövlətmə tezliyi bunlar asıldır. Dövlətmə tezliyi periodun asıldır. Yəni bunlar dəyişməzdir. Yəni buna fərq eləməz. Cavab eləyəcək B variantı. 23 nömrəli sualın izahı belə olar. Yəni fikir verirsinizsə, burada F2 sağa doğru çəkir, F1 sola, hər birinin qüvvəsi göstərilib və bizi soruşan burada təkərmə qüvvəsi kütlələr ayrılıb verilib. Üfüqi qamarçatdır. Burada əlbəttə sürtmə nəzərə alınmayacaq. Birincisi biz burada təzyiq tapa bilərik. F2 bərabər olacaq. Əlbəttə F2 yəni F əvəzləyici bərabər olacaq M1 plus M2-yə müəyyən təsir edir bu sistem. Əlbəttə əvəzləyici qüvvə nədir? Böyükdən balaca çıxmalıdır, ikinci qüvvə təsir edir. Əlbəttə biri 95-i, biri 25-dir. Çıxanı eləyəcək 75. Qüvvələri toplayanda 25. Burada təsirimiz tapıldı. A bərabərdir 3 metr bölünsün saniyənin kvadratına. Daha sonra biz burada təcərrümə qüvvəsini tapmaq istəyiriksə, üstümüz burada bu olacaq da. M1 bölünsün M1 plus M2 vurulsun F əvəzləyici vurulsun plus F1. Bu üstü vasitəsində burada olan cərimə qüvvəsini tapa bilərik. İndi 10'dur burası. Buranın toplayanda 25 eləyir. Əvəzləyici qüvvə 75 Newton'dur. Bir də F1 də nə qədərdir? 20 Newton. Bunu hesab edək. Bura eləyir 3, 30, cavab eləyir 50 Newton. Deməli, bu sualımız cavabı eləyir 50 Newton.
24 nömrə sualda. Maddi nöqtənin radiusu 40 cm çəpər üzrə bərabər sürətlə dövr edir. Bucaq sürəti 0,6 radian olarsa, onun 6 saniyə ərzində yerləşməsini hesablayın. Hesablayaq. İndi burada omeqanı verib 2/1 radian bölünsün saniyə. Bunun yerinə 2 pi bölünsün t yazsaq, bu eləyir 2/1 bölünsün 2. Buradan biz periodu tapa bilərik. Period tapılacaq 2 4 pi. 4 vurulsunuz, belə tapılır 12. 12 saniyədə bunun periodu oldu. Bizdən 6 saniyə ərzində yerləşmə soruşur. İndi biz yenə n tapırıq. N nə oldu bayaqlar ki, gördük düsturda. T bölünsün t oldu. 6 saniyədir, 12 saniyə periodu. Deməli, n oldu 1 bölünsün 2. Həmin vaxtı yerləşmə sx bərabər olur 2 yerə də. Bu periodun yarısı müddətdə. Periodun yarısı müddətdə yerləşmə 2 yerə bərabər olur. 2 vurulsun 40 cm, o deyilir 80 cm. Əlbəttə, metr dediyi üçün bunu 100-ə bölürük. Yəni, cavabımız eləyəcək 0,8 metr. X oxu boyunca hərəkət edən cismin yerləşməsinin proyeksiyasının zamanla asılı qrafiki verilmişdir. Bu burada hansı mülahizələr doğrudur? 0t0 anında cismin təcilinin istiqaməti o x oxu istiqamətidir. Fikir verirsinizsə, qollar yuxarı parabolanı bu sağ tərəfdə, qollar yuxarı parabola belənsin olur. Bu onun sağ tərəfdir. Bu həmin vaxtı yerdə cisim bərabər yenisi hərəkət edir və sürəti də müsbətdir, təcil də müsbət olur. Bəli, belə çıxır ki, 1 doğrudur. T0, 2T0 aralığında yenilikə hərəkət edir. Xeyr, fikir verirsinizsə, artıq bu qollar aşağı parabolanın sol tərəfidir, onu göstərək. Bu qollar aşağı paraboladır. T0, 2T0 anı isə, vaxtı isə, olacaq burası, bura qədər olan hissədə. O isə qollar parabolanın sol tərəfində qısası, belə deyək də. Bir qollar yuxarı parabola var, bir qollar aşağı parabola var da, bu hərəkət zamanı. Bunu həmişə sol tərəfi yavaşan olur, yavaşayan, yeyinləşən, əlbəttə bərabər yavaşayan, bərabər yeyinləşən, sağ tərəfi isə yeyinləşən olur. Bu tərəfi yeyinləşən, bu tərəfi də yeyinləşən. Evet, indi bu lazım olmadığımızı silə bilərik. Nə deyir? Deyir ki, yeyinləşən hərəkət edir. Xeyr. T0 anında cismin hərəkət istiqaməti dəyişmişdir. T0 anında hərəkət istiqaməti dəyişmişdir. Xeyr. Burada da x oxu istiqamətinə gedib. Bu nə görsəm? Burada da x oxu istiqamətinə gedir. Məsələn deyirəm də bu. Burada da x oxu istiqamət gedir. Burada x oxu istiqamətdə yenə burada gedir də. Yəni x oxu istiqaməti belə deyirik. Yerləşmə artır da. Bu səhvdir. 2T0 anında sürət 0-a bərabər. Bəli. Çünki burada parabolanın təpələk kəsdir. Burada sürət 0 olur. 2T0, 3T0 anında aralığında yavaşayan hərəkət etmişdir. Bəli. Baxışın, burası səhvdir. Çünki bu da olur parabolanın sağ tərəfi, o da yeyinlikə hərəkət olmalıdır. Yavaşayan yox. Cavabımız eləyəcək 1-4. (26 nömrəli sualda radiusları R1 bərabərdir, R3 bərabərdir R-ə, və R2 bərabərdir 2R olan cisimlər şəkildəki kimi əlaqələndirilərək hərəkət etdirilir. T1 və T3-ün periodlarını nisbət tapaq. İndi baxaq da R1 və R2 eyni mərsatın falanlar, bunların periodları eynidir. Məsələn deyirəm, məsələn T1-ə bir T desək, T2 ilə T olacaq. Və bu R2 ilə bu 2 və 3-cü disklərsə qayışla birləşdirildiyi üçün onların periodları radiusun düz mütənasibdir. Yəni R1 bölünsün R2 bərabər olmalıdır T1 bölünsün T2-yə. R1 R-dir, R2 2R-dir, R2 və 2R-dir. T1 yəni birincinin periodu. Söhbət burasında 1-2 yox, əsas burada 2-3-dən söhbət edir, əsas mən burada 2-3 yazım, daha doğru olar. R2-ni R3-ə bölsək, T2-ni T3-ə bölmək lazımdır. İndi R2 2R-dir, 3-cü R-dir,
İkincinin periodu T'dir. Üçüncünün periodu nəyəsə bilmirdi onu. İndi buna ellər ixtisar olunur. T100 tapılır. T bölünsün 2. İndi bizdən T1 bölünsün T2, T1 bölünsün T3 nisbətini soruşur da. T1 bölünsün T2. Yəni T1'ə biz T tapdıq, T2'yə isə T bölünsün 2 tapdıq. Cavab edir 2. X oxu boyunca hərəkət edən cismə təsir edən qüvvə, əvəzləyici qüvvə, cismin əvəzləyici qüvvəsi, məsələn, burada variantlar verildi, onlara da baxacağıq. Sürət istiqamətə yönəlmişdir. Əgər qüvvə sürət istiqamətə yönəlibsə, əvəzləyici qüvvə. Deməli, təcil də sürət istiqamətə yönəlir. Bu o demək ki, cisim yerinəkən hərəkət edir. Yerinəkən hərəkətin qrafiki biri budur. Biri də bu sürətin qrafikidir, bu da yerləşmə qrafikidir. Bu da ona aiddir. Deməli, 1-ə A və Y variantı uyğundur. Sürətin əksi istiqamətə yönəlir, yavaş hərəkət edir. Yavaş hərəkət bir dənə buna aiddir. 0-a bərabərdir. 0-a bərabərsə belə çıxır ki, cisimə təsir edən qüvvələrin əvəzində 0-a bərabər olarsa, cisim ya sükunətdə qalar və yaxud da düz xəttli bərabər sürətdə hərəkət edər. Əlbəttə, burada düz xəttli bərabər sürətdə hərəkətin iki qrafiki var. Biri V-nin T-dən asılı qrafiki, biri S-in T-dən asılı qrafiki, o da D variantı. B, D. Bəli, indi burada 3 dənə də sual var, onlara baxın. Cisim sükunət halından sabit qüvvənin təsiri ilə hərəkətə başlayır. Cismin hər saniyə getdiyi yollar nisbəti üçün tək hədlərin nisbət şəklində olur. Hədər nə üçün öyrənci olur? İndi sükunət halına deyirsə V0 bərabərdir, 0-dır. S1 yazsaq, A vurulsun, 2N çıxılsın, 1 bölünsün 2 düsturuna istifadə edirik də. Bu normalda V0 plus bu həmin bu ifadədir. Amma V0 0 olduğundan bu ifadə kəsərilir burada. İndi təcrübəmiz budur. Məsələn, A-nın yerinə əvvəl 1 qoysaq, N-in yerinə daha doğrusu, N-in birinci saniyə 1 qoysaq, o eləyir A bölünsün 2 hesablayanda. S2-ni hesablasaq, A vurulsun, 2N çıxılsın, 1 bölünsün 2 məsələn düsturuna hesablasaq, A vurulsun 2 qoysaq, 2-dən 1 çıxır, 2-ni 2-yə vuranda 4 il, 4-dən 1 çıxan deyilir 3, bölünsün 2. 2 verirsə bu formada artır. Yəni belə çıxır ki, düstur budur da. Bu düsturdan belə çıxır ki, məsələn birinci saniyədə məsələn deyirəm, buna bir S desək, bu 3 vurulsun A bölü 2-də 3 S olacaq. Bu 1-dir, bu 3-dür, o biri 5 olacaq, sonra 7 olacaq, bu nisbətə gedəcək. Daha sonra 28 nömrəli suala baxa bilərik. 28 nömrəli sualda nə deyir? Sualımızda deyir ki, düzxətli hərəkət edən cismin koordinatının zamanın asılı qrafiki verilmişdir. Grafikin hissələrinə uyğun hərəkətin xarakterini yazın və əvəzləyici qüvvənin asılı proyeksiyasının zamanı asılı qrafikini çəkin. Əvəzləyici qüvvə nədir də? 0-T1 arasında 0-T1 arasında deyib baxın ki, verirsinizsə yeyinləşən hərəkət edir. Bu vaxtı sürət müsbətdir, təcil müsbətdir və grafikimizdə özə bərabər yeyinləşən olduğu üçün bərabər təcildir. Bərabər təcil olunur, əvəzləyici qüvvədə bərabər olmalıdır. Məsələn, müəyyən bir qiymətdən sabit olacaq. T1 T2. T1 T2'də fikir verirsinizsə düz xəttinədir. X-in tinə asılı qrafik düz xətsə bu demək ki, B bərabərdir, konstantdır və burada təcil 0-dır. Bu vaxtda qüvvə də 0 olacaq. Ən axırda T2 T3. T2 T3'də isə fikir verirsinizsə cisim qollar aşağı parabolanın sol tərəfidir. O vaxtda cisim bərabər yavaş hərəkət edir. Sürət müsbət olduğundan təcildə mənfidir. Yazırıq, təcil mənfidir. Sürət müsbətdir. Yəni yavaş hərəkət edir. O vaxtda təcil aşağı olduğundan qrafik belə bir şey burada olacaq da, burada. Buralarda olacaq. Belə. Bir də 30. Saatın saniyə və dəqiqə əqrəblərinin təcillərin nisbəti verilmişdir. Saniyə əqrəbinin uzunluğu bu qədərdir. Dəqiqə əqrəbinin uzunluğunu tapın. Baxaq. Yazaq A saniyə bölünsün A dəqiqə. Nə qədərdir? 4500 nisbətində. Hər birinin düsturunu yazaq. Sonra məsələn 4 pi kvadratı 4 pi kvadratı R bölünsün. Burada T kvadratı. Əlbəttə burada saniyə və saniyə yazacağıq. Sonra bu bölmə 4 pi kvadratı
Dəqiqənin radiusu, dəqiqə əqrəbinin radiusu bölünsün dəqiqə əqrəbinin periodunun kvadratı. Bu da 4500 eləyirmiş. 4 pi kvadratı əlbəttə gedəcək bölməyə görə. Sonra burada qalacaq r saniyə vurulsun t dəqiqənin kvadratı. Aşağıda t saniyənin kvadratı vurulsun r dəqiqə. Bu 4500'dür. Daha sonra saniye əqrəbin uzunluğunu verib 15 santimetr. Santimetr kimi qalsınlar. Dəqiqənin periodu 60 saniyədir. 60'ın kvadratı. Saniyədə isə dəqiqə əqrəbində period 1 saatdır. O deyilir 3600 dəqiqə. Məsələn 1 saat deyilir 60 dəqiqə, bəli. Bir saniyədə əqrəbində isə 1 dəqiqədir. 1 dəqiqənin kvadratı. Burada r dəqiqə yazdırıq. Bu 4500'dür. Sonra nisbət edir. Bu eləyir 300, bu eləyir 3600. 3600. Bunu ixtisar etsə, qalar burada 12. Demək, burada hər şey r dəqiqə də tapıldı 12. Və cavabımız da 12'dir. Bəli. Bu qədər. Bundan sonra izahlarımız davam edəcək əlbəttə ki. Yorumlarda öz şərhlərinizi buraxaraq suallarınızı və etirazlarınızı bildirə bilərsiniz. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.